Salam əziz dəyərli Avtomaşın YouTube kanalı izləyiciləri. 18 may 2025-ci il Vətəndaş Maşın Bazarına salamlayırıq sizləri. Gəlmişik sizlər üçün istədiyiniz maşınları çəkib sizlərə təqdim edək. Xoş izləmələr. Siz də hansı maşınlarınızı çəkmək istəyirsə, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videolarımızı bəyənib abunə olmağı unutmayın. Hər birinizə təşəkkür edirik. Sizin sayənizdə 17.000 izləyici olduq. Əziyyət çəkili videomuzu bəyənib abunə olmağı unutmayın. İzləyicilər biri bizdən Malibu çəkməyimi istəmişdi. Chevrolet buyurub baxa bilər. Biri 2016'dır. Biri 5 motordur. Qardaş 21.500 deyir. Real alıcıya endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşın ətrafı çəkib sizlər üçün təqdim edirik. Multiru, start stop, Zavoskoy monitor, avtomat sürətlər qutusu, dəri salon. Siz də hansı maşınlarınızı çəkmək istəyirsə, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. İzləyicilərdə biri bizdən Hyundai Accent çəkməyimizi istəmişdi. Buyurub baxa bilər. İli 2015'dir, 1.6 motordur. Sahibi 16.000 manat deyir. Real alıcıya endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşın ətrafı çəkib sizlər üçün təqdim edirik. Monitor quraşdırılır. Avtomat sürətlər qutusu. 2015. 16 nə deyil? 1.6. Benzin. Benzin. Siz də hansı maşınlarınızı çəkmək istəyirsə, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Haman izləyicilərimizin biri bizdən xanımlar üçün maşın çəkməyimizi istəmişdi. Buyurub baxa bilər. 2 dənədir qırmızı rəngdə. İkisini də çəkiş edəcəm. Kia Picanto'dur. İli 2013'dür. 1.3 motordur. Sahibi 11.000 manata deyir. Real alıcıya endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşın ətrafı çəkib sizlər üçün təqdim edirəm.
Xanım maşını olur. Çıxolundan da hiss olunur. Zavoskoy monitor, magnitofondur. Avtomat sürətlər qutusudur. Açarla daxil olmadır. Parça salon. Siz də hansı maşınlarınızı seçmək istəyirsə, rəy bölməsinə bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Sizə təqdim edəcəm növbəti maşın Hyundai Aon'dur. İli 2010'dur. 1.3 motordur. Sahibi 10.900'e deyir. Realca endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşını ətraf çəkib sizə təqdim edirik. Zavoskoy magnitofon, avtomat sürətlər qutusu, parça salon. Siz də hansı maşınlarınızı seçmək istəyirsə, rəy bölməsinə bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Sizə təqdim edəcəm növbəti maşın Chevrolet Ignex'dir. İli 2022'dir. 1.5 motordur, benzin. Sahibi 32.000 manata deyir. Realca endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşını ətraf seçib sizə təqdim edirik. $157.000 yürüyüşü var. Multirul, Zavoskoy monitor, start stop, avtomat sürətlər qutusu, dəri salon. Siz hansı maşınlarınızı seçmək istəyirsə, rəy bölməsinə bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın.
Sizə təqdim ediyoruz növbəti maşın. Honda A30'dur. 2008'dir, 1.6 dizeldir. Sahibi 12.900'ə deyir, realca indirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşın ətrafı çəkib sizə təqdim edilir. Bu neçədir ay qaqa? 12.900. 286 min yürüyüşü var. Multirool, Zavoskoy magnitofon, mexaniki sürətlər qutusu, parça salon. Siz hansı maşınlarımızı seçmək istəyirlər, bilməsini bildirə bilərsiniz. Neçə deyirsən qardaş? 12.900. Neçə? 12.900. Bizə dəstək olması videomuzu beğenib abunə olmağı unutmayın.